Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına Quzey Xırman və Güney Xırman kəndlərində sosial infrastrukturla bağlı görülən işlər barədə məlumat verdi. Güney Xırman Xocavənd rayonunun eyni adlı inzibati ərazi dairəsində yerləşir. Kənd 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. 2023-cü ildə keçirilən antiterror əməliyyatı nəticəsində kəndin işğalına son qoyulub. İşğaldan əvvəl sakinlər əsasən heyvandarlıq, üzümçülük və əkinçiliklə məşğul olub. Burada 2 məktəb, uşaq bağçası, xəstəxana, mədəniyyət evi, klub, kitabxana, idman kompleksi, çörək istehsalı müəssisəsi və rabitə şöbəsi fəaliyyət göstərib. Kənddə ümumilikdə 549 fərdi ev var. Onlardan da 172 yararsız, 379-u qismən yararlıdır. Hazırda 50 ev istismara hazırdır. 147 evdə isə təmir işləri davam edir. Digər 182 evin də təmir bərpası ilə bağlı hazırlıq işləri gedir. Bir neçə gün əvvəl kəndə 18 ailə, 72 nəfər qayıdıb. Burada sosial infrastruktur sahəsində bir sıra işlər görülüb. Yeni qaz xətti çəkilib, mövcud xəttdə isə bərpa işləri aparılıb. Subartizan quyularında nasos avadanlıqları quraşdırılıb. Nasos stansiyasının tikintisi davam etdirilir. Kənd daxili su şəbəkəsi yenidən qurulub. Fiber optik kabel çəkilib. Quzey Xırman Xocavənd rayonunun eyni adlı inzibati ərazi dairəsinə daxildir. 1992-ci ildə işğal olunan kənd Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ildə həyata keçirdikləri antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib. İşğaldan əvvəl kənd sakinləri üzümçülük, taxılçılıq və heyvandarlıqla məşğul olublar. Burada orta məktəb, uşaq bağçaları, klub, kitabxana fəaliyyət göstərib. Quzey Xırman kəndində 447 fərdi ev var. Onlardan da 65-i yararsız, 382-si isə qismən yararlıdır. 244 evdə təmir bərpa işləri aparılır və bunlardan da 100-ü artıq istismara hazırdır. Digər 144 evdə aparılan işlər növbəti aylarda yekunlaşacaq. Qalan 138 evdə isə təmir bərpa işləri ilə bağlı hazırlıq gedir. Bir neçə gün əvvəl kəndə ilkin mərhələdə 21 ailə, 87 nəfər qayıdıb. Kəndin sosial infrastrukturunun yaradılması istiqamətində bir sıra işlər görülüb. Belə ki, yeni qaz xəttləri çəkilib, mövcud xətt bərpa olunub. Subartizan quyuları nasos avadanlıqları ilə təchiz edilib. Su şəbəkəsi və nasos stansiyası yenidən qurulub. Mövcud transformator məntəqələri, elektrik hava xəttləri və kənd daxili elektrik şəbəkəsi bərpa olunub. Fiber optik kabel xətti çəkilib. Bundan başqa 460 şagird yerlik Quzey Xırman kənd tam orta ümumi təhsil məktəbinin və 40 yerlik Körpələr evi uşaq bağçasının binaları təmir olunub. Kənddə ictimai iaşə obyektləri istifadəyə verilib. Sonra Prezident İlham Əliyev kənd sakini İsa Gözəlovun evində oldu. Salam canım, hoş geldiniz. Salam, hoş gördük. Hoş geldiniz. Hoş geldiniz. Çok sağ olun, hoş geldiniz. Salam aleyküm. Salam. Biz çok sevindik ki Cənab Prezident. Biz çok sevindik ki bugünkü gündə bu bizim için yani tarihi kalan bir gündür ki özde de boyunca Qarabağ'a qayıtmışıq. Hoş gelmişsiniz. Sağ ol, başlayalım. Allah Siz burada rahat yaşayacaksınız Doğma Qarabağ torpağında. Bəli. Sağ ol, çok sağ ol. Çok güzel bir gündür ki evladımda özür istəyirəm. Əskəriyə buradan yola düşəcək inşallah. Ne var? İnşallah həftənin birinci günü. Çok güzel, çok yaxşı qulluq elə. İnşallah. Çok sağ olun. Siz bize hoş geldiniz buradan. Necədir, heç şəraitiniz necədir? Yaxşı, hər şey yaxşı. Qaydasında. Keç. Baxcanızdır. Bəli, Cənab Prezident. Bəli qədər böyükdür. Neçə burada bir ne oxuşdur? İnşallah dostlar eklediği Allah'ın izniyle. Yemək olur. Meyve ağaçları da. Bəli, bəli, hər şey yaxşı. Yarın arasını iradələr. İnşallah. Çok geniş. Girişte her şey yalan. Bir gün yok şimdi burada. 4 günlere geldik. Çok yaxşı seviyoruz. Evet, çok yaxşı seviyoruz bizi. Her şey yalan. Bəli, çok güzel əla. Allah sizi korusun. Biz fəxr edirik. Bizim... Sağ olun. Süper yaşayın burada. Çok sağ olun. Biz buna layıksınız. Çok sağ olun canım. Uzun iller köçkün hayatı yaşamak Çətin bir çok gün. çetin şey. Evet. Mən özümdə 44 gün vətən müharibəsi iştirakçısıyam. Biz sizinlə fəxr edirik ki, bütün dünyaya siz nümunə bir ölkə basınız ki, hər bir vətəndaşın yanında belə səmimi, belə rahat gəlirsiniz, hər bir vətəndaşa əslində ki, bir dövlət başçısı kimi xeyir dua verirsiniz. Bu bizim üçün tarixdə qalan bir gündür ki, biz Cənab Prezidentimizin xeyir duasını alırıq bugün, yeni elimizdə. Sağ olun. Size teşekkür ederim. Çok sağ olun. Vətənin qorunmasında fəal iştirak eləmişsiniz.
Və 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Bəli, Allah Qürur sağ mənbəyimizdir. Çok sağ olun. Hansı istiqamətlərdə işte? Cəbrayıl Zəngilan Füzuli Duvarlı Vərdən Füzuli. Çok sağ olun ki geldiniz. Biz özümüz Xocalı Kuşapatkin kendileri. Siz cemaatı, kaşkınlar hamısını yer eylediniz. Torpağımızı aldınız. Evet. Şimdi hamısı öz torpağında, öz yerinde, yurdundadır. Çok sağ olun. Allah Sağ olun. sağ olasın. Size Allah can sağ sıhhat olun. vermesin. Allah Size- canını sağ olasın. Sağ olun. Size de başkanım. Allah uzun ömür versin ki Doğma Qarabağ torpağında bundan sonra uzun, güzel, firavan həyat yaşayasın. Çox sağ olun. Sağ olun. Allah ölümlərimizə rəhmət eləsin. Da böyüyəcək. Allah ölümlərimizə rəhmət eləsin. Allah rəhmət Çox eləsin. gözəl ki, böyük sizin kimi bir evlat var ki, ulu öndərimizin də arzusunu yerinə yetirsin. Ulu öndərimiz həmişə deyərdi ki, Qarabağlar hamısı öz yerinə qayıdıb, öz Bəli, yerinə Önce qayıdıb. kaydedecek. Allah rəhmət eləsin Kaydedecek. ulu öndərimizə. Aydınlar, Özü görmedi ama siz kaydederdiniz. böyük qayıdış proqramı da uğurlu icra edilir. Demək olar ki, hər həftə olmasa, hər ay bir qrup keçmiş köçkün öz doğma torpağına qayıdır, yerləşir. Bax, dövlət tərəfindən belə gözəl Çok evlərlə güzel, təmin çok edilir. güzel. Burada iş şəraiti gözəldir. Yaşamaq üçün gözəl şərait var. Gözəl mənzərəli yerlərdir, Bəli. səfalı yerlərdir, suyu var, Hər şey. təmiz havası var. Temiz havası. Torpağı da bitdi. Siz də ki, bu Qarabağlılar yaxşı Əkib bilirsiniz ki, səkin buranın çox gözəl torpağı var. Əkib becərmək, mallarla məşğul olmaq, yəni ölkəmizi gücləndirmək, Əsas Qarabağı çiçəkləndirmək Bəli, biz daim hamımızın işidir. daim sizin yanınızdayıq, cənab prezident. Bu işğal dövründə harda Biz yerləşmiş? Beyləqanda. Beyləqan. Dövlət tərəfindən Bəli, salınan qəsəbədən. Qəsəbə, Xocalı qəsəbəsi. Xocabəli. Kocaeli kasabası. Burada şərait. Çox gözəldir. Çok güzel. Əsas odur ki, doğma vətəndir, torpaqdır və Qavazlı da kurort havasıdır. Bəli, bəli, çox gözəl bir şey. Güzel havası var. Çox sizinlə olan bir xatirə çəkəcək. Hə, gəlin çəkilir, istəyirsiniz çöldə çəkilir. Bəli, bəli, çox Bəli, bəli. necə istəyirsiniz, onu çox qəşəng görsün. Bir dənə olan bir təxillikli bizim bir ölçə baxsınlar. Çox sağ olun. Çox sağ olun. Sağ olun. Sağ olun. Təbrik Allah edirəm. sizi qorusun. Çox sağ olun. Sağ olun, uşaqlar. Sağ olun. Sağ olun. Mən də fəxr edirəm ki, xalqımız bununla əvvəl vəziyyətə ləyaqətlə gözləyir. Məni də torpaqlarından doğulmuşlar. Sən sağ olun. Çok sağ olun. Allah razı olsun. Allah size ömür versin, can sağlığı. Sağ ol. Bu Sizə də hayatımıza bahşettiğiniz için size minnettarım. çox sağ olun. Sağ olun. Allah Təbrik size uzun edirəm. ömür versin, can sağlığı versin. Təbrik Bizi arzumuza edirəm. çatdırdınız, möhtərəm prezident. Təbrik edirəm. Çok sağ olun. Hoş gəlmisiniz. Siz hoş Yeniden Doğma Qarabağa. Necə yerləşdiniz burada? Yaxşı. Çok sağ olun. Çok güzel. Allah sana sağ olasın. Allah sizden çok razı olsun. Ulu önderimizin siyasetin devam ettiğiniz, yağ düşmənlərdən torpağımızı azad elədiniz. Allah sizə can sağlığı versin, ailənizi qorusun, sizi Çox bizim sağ olun. üstümüzdən əziyyət eləməsin. Çox sağ ol. O vaxt ulu öndərindən bizim şəklimiz də var. Bu mənəm, Sən burada. bəli, bu da Əliyev. Birinci Qarabağ 94-cü ildə 94-cü ildə. Bəli, bəli, aprel ayı. şəklə Bizlə dəvət birbaşa elədim. Səngərdə Hə, görüşdük. Səngərdə. Böyük tövsiyələrini verdi. Hə, Bütün əsgərlər, bütün şəxsiyyətlər böyük ruh yüksəkliyi yaratdı. Bəli. Bu hansı Beyləqan istiqamət? Ağdam Ağdam istiqaməti Xocalı. birinci Ağdam. qəsəbəsində Hə. cənab 94-cü prezidentimiz ulu il. öndərimiz gəlib qayıdan Bəli, sonra neçə kilometr biz irəlilədik. Tarixi şəkil. Bəli, bəli. Dedim icazə verin qoltuğunuza girim, siz məndən heç kim almasın. Qədəmləriniz mübarək, Sağ ol, xoş sağ gəlmisiniz. ol, Qalib xalqın qalib oğlu.
Çox sağ Çok olun. hoş geldiniz. Çok sağ olun. Mehriban Hanım'a bizim salamlarımızı Mütləq. çatdırın. Onun da salamları Allah var. köməyiniz olsun, Allah Çok sağ sizi ol. korusun. Çok Hiç sağ ol. haqda üstümüzden əskiy olmayasın. Sizə də can sağ olun. yerində. Həmişə. Xalq da mənim arxamda. Hoş geldiniz. Çok sağ olun. Sağ ol. Allah sizi bizim üstümüzden eski elemez. Çox sağ ol. Sağ olun. Çox sağ ol. Çox sağ olun. Allah köməyiniz olsun. ol. Sizin bir əmrinizlə cavanlarımız bu torpağı azad elədi. Çox sağ olun. Allah sizi var eləsin. Fəxr edirik, fəxr edirik cavanlarımızla. Fəxr edirik. Tamam. Allah səni qorusun. Sağ ol. Allah səni qorusun. Allah balaları o qorusun. Çox sağ ol. Bizdə bugünü yaşatdığına görə çox sağ ol. Biz sağ ol. şəhid analarına görkəzdiyin qayğıya görə çox sağ ol. Allah şəhərlərimizə rəhmət eləsin. Amin, amin, amin. Bu zəfər günlərini onlara borcluyuq biz. Onların qanı bahasına torpaqlara biz qayıtdıq. Sağ ol, sağ ol. Sağ ol. Sağ ol. Sən Allah sağ ol. səni sağ ol. Sən sağ ol. Öpə bilərəm səni. Çok sağ olun. Allah sizi var eylesin. Sağ ol. Sən necəsən? Allah sizi var eylesin. Allah sizi Medal hansı? sizi qovşan. Su qovşan. Çətin yerlidir çox. Allah sağ Təhlükəli. Sağ olun. Allah kömək. Sağ olun. Mən gəldim sizi təbrik edeyim. Bilirəm ki, bir neçə gündür ki, doğma Qarabağ torpağına qayıtmısınız. Uzun fasilədən sonra bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır. Bütün Azərbaycan xalqı üçün bayramdır. İndi belə ay olmur ki, qrup şəklində keçmiş köçkünlər öz doğma torpaqlarına qayıtmasın. Elə olur ki, hər həftə, hər ay, hər gün və bundan sonra bu proses daha geniş vüsət alacaq. Çünki bildiyiniz kimi 2-ci Qarabağ müharibəsindən sonra birinci mərhələdə bu minalardan gərək o torpaqları təmizləyəydik. Hələ davam edir bu işlər. Ondan sonra erməni millətçiləri, işğalçılar bütün torpaqlarımızı viran qoymuşdur. Heç nə yox idi, daş üstə qalmamışdı. Gərək lazım olan şəraiti yaradaydı. Elektrik olsun, su, qaz, yollar. Ondan sonra evlərin tikintisi, evlərin bərpası. İndi ki, əsas bu yol, nəqliyyat, körpü, qaz, işıq məsələləri öz həllini tapır. İndi keçmiş köçkünlərin qayıdışı da sürətlə gedəcək. Və əlbəttə ki, bu ərazilər Xocavənd rayonunun böyük hissəsi 2-ci Qarabağ müharibəsindən sonra hələ də işğal altındaydı. O cümlədən bu kəndlər. Ancaq bilirəm ki, siz də bilirdiniz, biz də bilirdik ki, bu belə qalmayacaq və hər qarış torpaq Azərbaycana qayıdacaq, onları biz qaytaracağıq və qaytardıq. Son 5-6 il ərzində xalqımız qürur hissi ilə yaşayır. Haqlı olaraq biz göstərdik bütün dünyaya ki, böyük xalqı öz dədə-baba ənənələrinə sadiqik. Baxmayaraq ki, uzun illər torpaqlarımız işğal altındaydı. İnsanlarımızın böyük hissəsi qaçqın köçkün şəraitində yaşayırdı. Ancaq biz iradəmizi sındırmadıq, inanırdıq və nəinki inanırdıq, bilirdik ki, gün gələcək və biz bu torpaqların sahibləri kimi qayıdacağıq. Buna nail olmaq üçün əlbəttə ki, bütün xalq birləşməli idi və birləşdi də. Və 2-ci Qarabağ müharibəsi bunu əyani şəkildə bütün dünyaya göstərdi. Bu birlik uzun illər ölkəmizi gücləndirirdi və addım-addım hər gün biz bu şanlı qələbəyə doğru irəliləyirdik. Hərə öz yerində kimi təsərrüfat işləri ilə məşğul idi, kimi ordu quruculuğu ilə, kimi uşaqları böyüdürdü, vətənpərvəri ruhunda. Hərə öz yerində bu tarixi günü yaxınlaşdırır. Və şəhidlərimizin ruhu qarşısında bugün biz
Yenə də özümüzə və xalqımıza, dövlətimizə and içməliyik ki, istənilən halda biz öz milli ləyaqətimizi qoruyacağıq. Bundan sonra heç kim heç vaxt bizim xalqımıza zərər vurmayacaq. Dövlətimiz güclüdür, ordumuz güclüdür, iradəmiz yerindədir və 2-ci Qarabağ müharibəsi və ondan 3 il sonra antiterror əməliyyatı bir də deyirəm göstərdi bütün dünyaya xalqımız nəyə qadirdir. Azərbaycan dövləti və xalqı qədər son 80 il ərzində heç bir dövlət, heç bir xalq buna oxşar qələbə qazanmamışdır. Özü də cəmi 44 gün ərzində. İndi dünyada gedən hadisələri hamımız izləyirik. Əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində münaqişələr, müharibələr alovlanır, dayanmır, davam edir və bu müharibələrin gedişatına da baxdıqda hər şey göz qabağındadır və hər şey müqayisə ilə ölçülür və müqayisə edəndə bir də görürük ki, 44 gün ərzində belə çətin relyefi nəzərə alaraq, düşmənin 7 müdafiə xəttini nəzərə alaraq, nəzərə alsaq ki, Ermənistan arxasında böyük dövlətlər dayanmışdır və bu 44 gün ərzində bizə təzyiqlər, hədələr, təhdidlərlə dolu siqnallar göndərmişdir. Bütün bunlara rəğmən, bunlara baxmayaraq biz istədiyimizə nail olduq. Çünki haqq, ədalət bizim tərəfimizdə idi, güclü iradə bizdə idi və Azərbaycan xalqı birləşmişdir. Bax, 44 gün ərzində bir nəfər belə olsun, döyüş meydanını tərk eləmək. Amma ermənilər özləri etiraf edirlər, özü yüksək səviyyədə ki, 11-12 min onların fərarisi olmuşdur. Yəni, xalqımızın böyüklüyü budur. Bizim gənclər, yəni, o müdafiə xətlərini yarmaq üçün sinələrini qabağa verir. Heç düşünmürdülər ki, sağ qalacaqlar, qalmayacaq. Bir də deyirəm, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bax, onları irəliyə aparan milli ruh idi, ləyaqət idi. Qarabağı işğalçılardan azad edənlərin mütləq əksəriyyəti bu torpaqları heç vaxt görmüblər. Dünyaya gözlərini açanda artıq bu torpaqlar işğal altındaydı. Ancaq cəmiyyətdə və xalqımızda Qarabağ ağrısı o qədər ağır idi. Bu yaramız o qədər bizi incidirdi ki, hər bir vətənpərvər insan bir amalla yaşayırdı ki, bizim qələbəmizə öz töhfəsini versin. Və bugün artıq şanlı zəfərimizdən təxminən 6 il keçəndən sonra biz bu torpaqları, bu əraziləri bərpa edirik. Ermənistan dövləti bizim torpaqlarımızı talan edib, viran qoyub, biz isə qurub yaradırıq. Şəhərlər, kəndlər dirçəlir və hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və bu gözəl inkişafı görəndə əlbəttə ki, ürəyim sevinir və bir də əmin oluram ki, nə qədər biz böyük xalqıq, qurub yaradan xalqıq. Və bu torpaqların sahibləri bizik, bütün dünya bunu artıq nəinki bilir, hətta qəbul edir. Bəziləri istəməsələr belə bunu qəbul etməyə məcburdurlar, çünki biz öz həqiqətlərimizi onlara qəbul elətdirmişik. Və bugün azad edilmiş torpaqlarda 90 mindən çox insan yaşayır, çalışır, təhsil alır və hər ay onların sayı artır və artacaq. Sizin üçün də dövlət gözəl evlər tikib, bərpa edib, bütün şərait burada var. Təbiəti gözəl, havası təmiz, suyu bol, torpağı münbit. Sadəcə can sağlığı sizə arzulayıram ki, xoşbaxt yaşayasınız, dərd bəla olmasın bundan sonra, uşaqları yaxşı böyüdəsiz, vətənpərvərlik ruhunda və Azərbaycan xalqına, dövlətinə, ürəyində sevgi ilə böyüsünlər və lazım olanda
İnanıram ki daha lazım olmayacaq. Amma lazım olanda hamı bilməlidir ki, dəmir yumruq yerindədir və yerində olur. Şəkil çəkdirək. Allah sen Çox sağ ol. Allah'ın nəzəri üstündə olsun. Sağ ol. Sizə can sağ ol. Uzun ömür. Hadi. Çok sağ ol. Sağ olun. Sağ olun.